Demək uşaqlar, AXC-yə Sovet Rusiyasının hücumuna başlaması üçün bəhanə lazım idi. Sovet Rusiyası bəhanəni nə vaxt əldə elədi, nə vaxt bəhanə meydana gəldi. Demək, 1920-ci ilin yanvar-mart aylarında Rusiya, Sovet Rusiyası AXC-yə 2 dənə nota göndərir. Birinci nota yanvar ayındadır, ikinci nota da mart ayındadır. Nota bilirsiniz də, hər hansı bir dövlətin başqa bir dövlətdən tələbidir, yəni sərt tələbidir. Yəni sərt şəkildə ona tələb göndərməsinə deyirlər nota. Nə deyildi Rusiya notasında? Rusiya bu notalarda AXC-dən tələb edirdi ki, sərt şəkildə tələb edirdi ki, Denikinə qarşı, Denikin kim idi? Ağqvardiyası. Rusiyada inqilab qaldırmış, qiyam qaldırmış Ağqvardiyası, yəni Menşevik partiyasının Ağqvardiyasının rəhbəri idi. İstəyir ki, Sovet Rusiyasını devirsin. Və köhnə Rusiya imperiyası ərazilərini bərpa eləmək istəyirdi bu Denikin. Rusiya notasında deyir ki, Denikinə qarşı AXC-dən tələb edir ki, birgə mübarizə aparaq. Yəni, gəl mənim ərazimə, mənə Denikinə qarşı Rusiya atımını kömək elə. Rusiya AXC-dən bunu tələb edirdi. Hər iki notaya Fətəli xan Xoyskinin rəhbərliyi ilə AXC öz cavablarını verir. AXC-nin notaya cavabı nə olur? AXC-nin cavabı nə olur? AXC öz cavabında bildirir ki, Rusiya ki, Denikinin məsələsi sizin daxili məsələmizdir, daxili bizdə baş verən üsyandır, mənim də gəlib sənin daxili məsələmə qarışmaq ixtiyarım yoxdur yəni. Öz məsələmizi özünüz həll edin. AXC-nin cavabı bu olur. Təbii ki, Sovet Rusiyası AXC-nin bu cavabına demək, məyus olur, təbii ki, bilirik ki, onsuz da AXC bu cavabı verəcək. Onsuz da Rusiya əvvəldən məlum idi ki, Rusiya bilirdi ki, AXC bu cavabı verəcək. Elə ona görə də bu notalar göndərilmişdir. Məhz AXC-nin bu cavabını öz əlində bayraq eləyən, yəni bundan bəhanə kimi istifadə edən Sovet Rusiyası Azərbaycana artıq hücuma hazırlaşmağa başlayır. AXC-nin notasına notaya cavabı nə oldu? Denikin məsələsi daxili məsələnizdir. Bizim Rusiyanın daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Yəni bu cavab verilir. Təbii ki, bunu mən başa düşdüyünüz dildə yazıram. Təbii ki, orada oxuyacaqsınız. AXC-nin notaya cavablarında bir neçə maddədən, təbii ki, siyasi rəhbərlərimiz bir neçə maddədən ibarət cavab veriblər. Sadəcə başa düşəsiniz deyə ümumi məzmunu sizə izah eləməyə çalışıram ki, notaya cavab bu oldu. Bu cavabı da əlində Rusiya nə kimi istifadə elədi? Bəhanə kimi istifadə elədi və AXC-yə hücuma hazırlaşmağa Sovet Rusiyası başladı. Bu birinci məsələ. İkinci məsələni danışalım. Şu an AXC Rusiya AXC-yə hücum eləməmişdən qabaq, ümumiyyətlə hər bir işğalçı dövlət bu cürdür. İşğal etmək istədiyi əraziyə işğal edən hücum eləməmişdən qabaq, orada özünə tərəf olan qüvvələri toplayır bir yerə. Məsələn, Rusiya da belə elədi. Rusiya AXC-yə hücum etməmişdən qabaq, Azərbaycanda olan Rusiya pərəst qüvvələrin hamısını topladı bir yerə. Bir təşkilat yaratdı ki, Rusiya Azərbaycana hücum edəndə həmin qüvvələr Rusiya pərəstlər Rusiyanı müdafiə eləsinlər. Rusiya AXC-yə hücum etməmişdən qabaq Azərbaycanda özünə tərəf olan, özünü yəni Rusiyanı dəstəkləyən qüvvələri birləşdirən bir dənə təşkilat yaratdı. O hansı təşkilat idi? 1920-ci ilin fevral ayında Azərbaycan Komünist Partiyası təşkil edildi. Komünist Partiyası. Bu partiyada Azərbaycanlılar idi, amma Rusiya pərəst Azərbaycanlılar birləşmişdilər. Bu partiyada Rusiya pərəst Azərbaycanlılar, özü Bolşevik Partiyasının üzvləri birləşmişdilər. Bu partiya zaten Bolşevik partiyadır. Bəzən işləyəcəyik biz Sovet Rusiyası dərsini, Sovet Azərbaycan dərsini, burada adlarında kitabını görəcəksiniz. Azərbaycan Bolşevik Komünist Partiyası. Yəni, bu hərfi görəcəksiniz. Bunlar Bolşeviklərdir. Rusiya pərəstlərdir. Rusiyanın bu partiyanın yaratmağından məqsədi nə idi? Azərbaycana hücum edəndə onu dəstəkləyən yerli qüvvələr olsun deyə. Yəni ki, Rusiya pərəstlər onu müdafiə eləsinlər deyə Azərbaycanda. Bunu da bildik. Əla. Növbəti məsələ. Azərbaycanda Rusiya, həmişə Rusiya Azərbaycana hücum edəndə erməni faktorundan da istifadə edir. Erməni faktorundan.
Bu hücumdan da əvvəl Sovet Rusiyası ermənilərlə əlaqə saxladı, Azərbaycanda yaşayan ermənilərlə. Və belə bir daha razılaşma əldə edildi, şifa edirəm bunu. Razılaşmaya əsasən ermənilər Rusiya Azərbaycana hücuma keçməmişdən qabaq Qarabağda üsyan qaldıracaqdılar. AXC qoşunları da Qarabağda həmin üsyan atılmağa gedəcəkdir. Avtomatik olaraq sərhədlərimizdə əsgər sayı azalacaqdır. Rusiya da rahat girəcəkdir Azərbaycana. Yəni Rusiyanın Ermənistanın razılığı buydu. Ermənilərin razılığı buydu. Nə vaxt oldu bu razılıq? 20-ci ilin əvvəllərində. Və ermənilər də verdiyi sözləri əməl elədilər. Rusiya verdiyi sözü yerinə yetirdilər. Yəni Rusiya hücuma keçməmişdən qabaq ermənilər 1920-ci ilin mart ayında qiyam qaldırırlar Azərbaycanda, erməni qiyamı. Bu qiyam da təbii ki haradaydı? Ermənilərin ən çox gözünün olduğu yer haradır? Qarabağdaydı. Qarabağda ermənilər qiyam qaldırırlar mart ayında. Bu qiyamda məqsəd nə idi? Azərbaycan qoşunlarının çox böyük hissəsini Rusiya bilirdi ki, bu qiyamı yatırmağa edəcək bizim qoşunlarımız və sərhədlərdə əsgərlərin sayı azalacaq. Rusiya da başa düşürdü ki, əgər sərhəddə əsgər azalarsa, mən də rahat Azərbaycana girə bilərəm. Ermənilərlə bu razılıq əldə edilmişdi. Ermənilər mart ayında qiyam qaldırırlar. Azərbaycan ordusunun Səməd və Mehmandarın əmri ilə böyük bir qismi Qarabağ edir bu qiyamdan yatırmağa. Kəskin döyüşləri baş verir. Məsələn, aprel ayının İkisində Əsgəran döyüşü olur. Azərbaycan AXC ordusu bu döyüşdə mühüm qələbə qazanır. 20-ci ildən danışıram ha, 1920. Sonra bir neçə gündən sonra Şuşada böyük bir dənə vuruşma baş verir. Şuşa döyüşündə qalib gələn AXC qoşunu ermənilərin Qarabağda əsas istinacaq nöqtəsi olan Keşiş kəndini düşməndən təmizləyirlər. Bu məsələlər hamısı sizin kitabınızda var. Yəni, bunu başa düşün ki, Sovet hücumundan qabaq, Rus hücumundan qabaq, Rusiyanın ordusu 11-ci Qırmızı orduydu. Qırmızı ordu deyildi də, Bolşeviklərin cüyləmizi qırmızı idi. Öz ordularına Qırmızı ordu deyildilər. Məhz bu ordu Azərbaycana daxil olanda Azərbaycan ordusu çox hardaydı, Qarabağdaydı, qiyamda yatırmaqla məşğul idi. Aydın oldu, başa düşdünüz məsələni. Şular, Rus hücumundan əvvəl AXC-də siyasi vəziyyət də normal deyildi yəni. AXC-də fəaliyyət, parlamentdə olan o sosialist qüvvələr, Rusiyapərəst qüvvələr, deputatlar ixtişaşlar törədirdilər. AXC parlament elə bir dənə parlament idi ki, bütün xalqların nümayəndələri burada var idi. Yəni, əlqər, sözümü qısa edirəm. Demək, AXC-də 30 mart tarixində, 30 martda Nəsibbəy Yusifbəylinin başçılıq etdiyi 5-ci hökumət nə edir? İstefa verir. İstefa. Şolar, yeni hökuməti qurmaq isə Hadzinskiyə tapşırılır. Hadzinskiyə tapşırıldı. Amma Hadzinski 30 martdan 22 aprelə qədər nə qədər fəaliyyət göstərdisə də yeni hökumət qura bilmədi. Səbəbi nə idi? Parlamentdə olan sosialist qüvvələrin ixtilaf törətməsi, ixtişaşlar törətməsi və vahid bir ortaq məxrəcə gələ bilməmələri. Buna görə də hökumət qura bilmədi. Və bu yazıq Hadzinski 22 apreldə etiraf elədi ki, mən hökumət qura bilmirəm, bu səbəblərə hökumət qura bilmirəm. Və AXC-də bu hadisə hökumət böhranı hesab edilir. 30 martdan 22 aprelə qədər olan dövr hökumət böhranı dövrü hesab edilir. Hökumət qurula bilmədi. 6-cı hökumət qurula bilmədi. Hadzinski nə üçün hökuməti qura bilmədi? Hökumət daxili intriqalara görə, ixtişaşlara görə. Kimlər idi bu ixtişaşları törədənlər? Ermənilər və sosialist qüvvələr, bolşevikpərəst qüvvələr. Və nəhayət, sözümün axırı burada budur ki, Sovet Rusiyası 21 apreldə AXC-yə hücum haqqında qərar verir. Sovet Rusiyasının qərarıdır. Qısa yazıram burada, Sovet Rusiyasının qərarı. 21 apreldə qərar veriləndən sonra Rus ordusu Azərbaycan doğru hücuma başlayır. 25 apreldən 26 aprelə keçən gecə artıq Ruslar Azərbaycanın şimal sərhədlərinə Azərbaycana daxil olurlar. 27 apreldə isə Ruslar gəlib çıxırlar hara? Bakıya. AXC-nin növbədənkənar iclası keçirilir. Həmin iclasda 2 nəfər şəxs deputatların çoxu hökumətin təhvil verilməsi haqqında razılıq əldə edirlər. 2 nəfər şəxs etiraz edir. Biri Məmməd Əmin Rəsulzadədir. Yəqin kitabınızda var o məsələ. Digəri isə adı qeyd olunub burada. Digəri isə Şəfi bəy Rüstəmbəyovdur. Bu 2 nəfər etiraz edirlər. Amma bunların etirazına baxmayaraq hökumət, parlament və daha doğrusu hökumət yoxdur. Parlamentdə olan deputatlar
hökumətin təhvil verilməsi haqqında, dövlətin təhvil verilməsi haqqında qərar qəbul edirlər. Və 28 apreldə AXC parlamenti, hökuməti, dövləti təhvil verir kimlərə? Yerli kommunistlər. Amma bu şərtlə təhvil verirdilər ki, yerli kommunistlər bizim müstəqilliyimizi qoruyacaqlar, Azərbaycanın müstəqilliyini qoruyacaqlar. Bu şərtlə kommunistlər AXC hökumətini təhvil aldılar və 28 apreldə AXC-nin fəaliyyət dövrü bitdi. Amma kommunistlər hakimiyyəti təhvil alandan sonra verdiyi vədləri yerinə yetirmədilər. Müstəqilliyimizi saxlamadılar. Tabe oldular Rusiyaya. Artıq Rusiyanın oyuncağı olan bir dənə dövlət, Azərbaycan Sovet Respublikası quruldu. Artıq Azərbaycanın 2-ci Respublikası, Azərbaycan Sovet Sosial Respublikası dövrü başladı. AXC bizim 1-ci Respublikamız idi, 18-20-ci il. 2-ci Respublikamız Azərbaycan SSR-dir. Bu da 20-ci ildən 91-ə kimi mövzu olacaq. 91-də sübut edəcək və hal-hazırda ki bizim müstəqil Azərbaycan Respublikası 3-cü Respublikamızdır. Və 91-də bu indiki yaşadığımız Respublika qurulacaq. Aydındır, bunu da deyim. AXC-nin işğalına və sübutuna Azərbaycanın Avropada olan diplomatları 20-ci ilin aprel ayında Sanremo konferansı keçirilir Sanremo şəhərində. Orada etiraz edirlər bu işğala. Dünya dövlətlərindən kömək istəyirlər. Amma Sanremo konferansına etiraza baxmayaraq, həmin konferansda iştirak edən o baş bilən böyük dövlətlər Rus işğalına səssiz qalırlar və heç bir cavab tədbir görmürlər. AXC-nin sübutu rəsmiləşir.